Motivasiya düzdür. Hı hı. Başqa fikirlərinizi yazın. Çünki siz də yenə dərs keçərkən şagirdlərin əvvəlki biliklərini soruşub öyrənin. Çünki o zaman siz onlara öyrədəndə biləcəksiniz ki, nəyi yaxşı bilirlər, nəyi daha yaxşı öyrənə bilərlər, nəyi öyrətməlisiniz. Buna görə ingilis dili müəllimləri üçün deyim, prior knowledge deyirik biz buna. Şagirdin ilkin biliklərini müəyyən edirik mövzuya aid. Çox sağ olun. Sizin də bayramınız mübarək. Yeni il sizlərə uğur gətirsin inşallah. Ünsiyyət bacarığı, rəqəmsal bacarıqlar, aha, əla. Yaxşı, əla. Fikirlərimiz var və bunu daha da dəqiqləşdirək birlikdə. 4C deyəndə, əziz müəllimlər, C ingiliscə bu C hərfidir. 4C, 4C skills. Bunların birincisi gəlir tənqidi düşüncə, hansı ki ingiliscə critical thinking. Yəni bu C oradan gəlir. Critical thinking məlumatları təhlil etmək, arqumentləri dəyərləndirmək və əsaslandırılmış qərarlar qəbul etmək. Birinci qabiliyyət, 20-ci əsr qabiliyyəti critical thinkingdir, yəni tənqidi düşüncə. Hamısı haqqında ətraflı məlumat verəcəm. İndi qısa-qısa tez deyəcəm. İkincisi creativity, yaradıcılıq. Yeni ideyalar yaratmaq, yenilik etmək, problemləri qeyri-adi yollarla həll etmək. Bu da 21-ci əsr bacarığıdır. Üçüncü C-miz collaboration, yəni əməkdaşlıq. Ümumi məqsədlərə çatmaq üçün başqaları ilə səmərəli işləmək. Birlikdə işləmək, birgə iş deyirik buna. Və dördüncü ünsiyyət, communication. Fikirləri və ideyaları aydın və inandırıcı şəkildə ifadə etmək. Beşinci sizcə nə olar? 5C. Əslində bu həmişə 4C gedir. 4C. Bəzən ona 5-cini əlavə edirlər. 5C. Bilən var? Yaza bilərsiniz ya da mikrofon açıb deyə bilərsiniz. Curiosity çox gözəl, əla, amma yəni yerində olardı bu, amma nəzərdə tutulan bu deyil. Çox sağ olun cavabınız üçün Ləman xanım. Beşincisi character, obraz, xarakter. Amma bu o qədər çox işləmir. Yəni əsas 4C-dir. Ona görə mən də ona daha çox fokuslanmışam. Amma bilin ki, 5-ci 5C characterdir. Çatımız, slaydımız qayıdaq. Aha. İndi biraz daha ətraflı baxaq bunlara. Bu qabiliyyətlər ayrı-ayrı deyil əslində. Yəni onlar hər biri aşılandıqda şagirdə daha yüksək nəticə verir. Onları birləşdirdikdə problemləri, daha mürəkkəb problemlərin həllini daha asan yolla, innovativ yolla əldə edirik. Həll etmə qabiliyyətini şagirdlərdə inkişaf elətdiririk. Baxaq belə bir daha. Tənqidi düşüncə bu nə üçün lazımdır şagirdlərə? Ümumiyyətlə 21-ci əsr mürəkkəb bir əsrdir. Texnologiyanın inkişafı, qlobal problemlərin artımı, müharibələr, nə bilim, təbii fəlakətlərin artımı və s. və ya innovasiyalar, iş mühitlərinin daha da mürəkkəbləşməsi bizdən tələb edir ki, şagirdlərimizi 21-ci əsrə hazırlayaq. Yəni biz onlara məktəbdə sadəcə bilik verib əzbərlədib göndərməyək. Biz onları dünyaya hazırlayaq. Onun üçün bu qabiliyyətlər, bunlar çox vacibdir 21-ci əsr bacarıqları. Tənqidi düşüncə. Yəni şagirdlərimiz elə əzbərləyib getməli deyil. Biz onların düşüncə tərzini inkişaf elətdirməliyik. Tənqidi yanaşmalarına yol açmalıyıq. Bunun üçün nə edə bilərik? Yəni dərsi leksiya kimi lecture nə idi? Mühazirə kimi danışıb getmək yox, həm də şagirdlərə beyinlərini inkişaf elətdirmək, düşüncələrini hərəkətə gətirəcək tapşırıqlar verməliyik.
Tapşırıq qoya bilərik və onları qrupda işlədə bilərik ki, filan məsələyə çözüm tap, həll yolu tap. Birlikdə işləyin, bu problemi həll edin. Bu problemi həll yollarını variantlar şəklində təqdim edin. O zaman bizim şagirdlərimiz düşünəcək. Başda çətin gələ bilər, əgər onlar bunu eləməyibsə, çətin gələ bilər, tez ruhdan düşməyin. Bəzi müəllimlər də işləyir ki, əşi bizim uşaqlar düşünə bilmir. Yox, onlar möcüzələr yarada bilər. Biz onlara inanmalıyıq. Başda ola bilər ki, görən çətini çəkərlər, amma sonra onlardan elə gözəl ideyalar çıxır ki, özümüz də təəccüblənirik. İkincisi yaradıcılıq. Yenə 21-ci əsrdə şagirdlərimiz yaradıcılıq qabiliyyətini də inkişaf elətdirməlidir. Yazmalı, yaratmalı, qurmalı. Adi məsələn bilirik ki, veb səhifələr, yəni SMM-lər var məsələn. İndi görürük ki, Instagram səhifəsində reklam edir. Onların bizdən fərqi nədir? Məsələn, mən özüm niyə məsələn pul verim ki, onlar mənim üçün işləsin? Çünki onlar daha yaradıcıdır. Gənclər qrupudur, daha rəngarəng posterlər hazırlayırlar, səhifəmizi daha necə deyim, cəlb edici edirlər ki, səhifəmiz irəli getsin. Yəni bu cür bacarıqlar niyə o birisi etsin, o etsin, bu etsin, mən etməyim? Yəni hər birimiz və hər bir şagirdimiz, övladımız da bunu edə bilər, əgər onların yaradıcılıq qabiliyyəti inkişaf elətdirilibsə, məktəb tərəfindən və valideynlər tərəfindən. Məsələn, ingilis dili dərsində belə bir tapşırıq biz veririk həmişə Avropa Azərbaycan məktəbində. Şagirdə hekayəni veririk, yarımçıq halda şagirdlərdən onu tamamlamağı istəyirik. Burada onlar artıq öz kreativitilərini, yaradıcılıqlarını irəli sürərək, istifadə edərək hekayəyə sonluq yazırlar. Bəzən görürük ki, o qədər möhtəşəm sonluqlar yazılır ki, şagirdlər tərəfindən. Mən çətə baxmaq istəyirəm. Nəysə, qaçırmayım. Aha, gördüm. Okay. Sonra digər 21-ci əsr bacarığı collaboration. Bu nə üçün lazımdır, əziz müəllimlər? Bir şeyi biz edə bilərik tək. E, Gözəl edə bilərik. Amma biz onu əməkdaşlıq şəklində birgə işləyərək etsək, daha da gözəl nəticə əldə edə bilərik. Çünki hərəmiz fərqliyik. Hər kəsin öz fərqli talantı, istedadı var, fərqli qabiliyyəti var və onlar birləşəndə daha gözəl nəticə əldə edə bilərik. Nəticəyə həm daha tez çata bilərik, həm də daha mükəmməl şəkildə. Ona görə də öyrətməliyik övladlarımıza, şagirdlərimizə ki, birlikdə işləmək hər zaman faydadır onlara. Fikirləşin ki, belə bir karikatura görmüşdüm. İki nəfərdir, əziyyət çəkirlər, nəsə bir təkəri sürüyürlər. Araba sürüyürlər, arabanın təkəri yoxdur. Arxadan biri təkərlə gəlir, deyir ki, kömək eləyim. Bunlar deyir ki, lazım deyil, bizim işimiz çoxdur, sən bizə mane olma. Halbuki onda təkər var, onu qoşsa, araba daha rahat gedəcək də bildiniz. Amma biz bu birlikdə əməkdaşlığa yox deyəndə əslində özümüzü çətinə salırıq. Biz onu qəbul etsək, insanlardan kömək istəsək, birlikdə işləməyi özümüzə və ya şagirdlərimizə aşılasaq, əslində işimiz daha rahat gedəcək. Bunun mənası budur. Ümumi məqsədə çatmaq üçün birlikdə işləmək. Və ünsiyyət bacarıqları, fikirləri və ideyaları aydın və inandırıcı şəkildə ifadə etmək. Elə insan var ki, çox savadlıdır, amma o savadını çatdıra bilmir, ifadə edə bilmir. Çünki onda ünsiyyət bacarığı inkişaf eləməyib. Şagirdlərimizdən də var. Sakit şagirdlər var ki, biz onu düşünürük ki, qabiliyyətsizdir, bacarıqsızdır, savadsızdır, amma bəzən ortaya çıxanda təəccüblənirik ki, əslində o çox şeyi bilirmiş, sadəcə özünü ifadə eləyə bilmirmiş. Buna görə şagirdlərimizə ünsiyyət bacarıqlarını formalaşdırmaqda kömək eləməliyik. İndi mən sizə bunların hər birinə aid örnək tapşırıqlar da göstərəcəm ki, onlardan istifadə edərək sinfinizdə şagirdlərin bu qabiliyyətlərini inkişaf elətdirə bilərsiniz. Birinci ümumi baxaq. 4C bacarıqlarının inkişafını necə gücləndirə bilərik? Tənqidi düşünməni və yaradıcılığı təşviq edən interaktiv dərslər və fəaliyyətlər təşkil edərək, qrup layihələri və müzakirələr kimi birgə işləmə tapşırıqları yenə təşkil edərək, ünsiyyət bacarıqlarını təkmilləşdirmək üçün real vaxt rejimində əks əlaqə mexanizmləri, bu nə deməkdir?
Yəni real mühitlər yaratmalıyıq. Məsələn, debatlar. Sinifdə şagirdlər e, m, şeir əzbərləyib danışa bilər. Debat formasında real, yəni gerçəkdən də ünsiyyət qura bilərlər. Müəyyən mövzu qoyursunuz, onlar onun ətrafında müzakirələr aparır və üzr istəyirəm, boğazım nəsə bir gün qıcıqlarım çox danışıram deyə. Yəni onlara real ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək eləməliyik. Məsələn, anketlər verə bilərik, sorğu yarada bilər şagirdlər, suallar yaradırlar özləri, mütləq sualları da özləri qurur və o sualları ya sinif yoldaşlarına verirlər, ya tənəffüsdə koridorda digər sinif yoldaşlarına, məktəb yoldaşlarına ya da müəllimlərdən intervyu götürə bilərlər. Bu da nə edir? Onların ünsiyyət bacarıqlarını real mühitdə inkişaf elətdirir. Daha sonra nəticə paylaşma, yəni onlar e, mütləq nəticəni, necə deyim, tapşırıq verirsiniz, onu mütləq yoxlamalısınız, onu təqdim eləməlidirlər şagirdlər, sizlə paylaşmalıdırlar ya da pair share bir-birləri ilə paylaşırlar. Bu da onlarda ünsiyyət, collaboration, yəni birgə iş qabiliyyətlərini inkişaf elətdirir və mütləq sonda refleksiya, bu da olmalıdır. Şagirdə öz-özünə sual verdirin. Mən nəyi yaxşı etdim, nəyi pis etdim, gələn dəfə nəyə diqqət edəcəm, nəyi belə eləsəm daha yaxşı olardı. Mütləq tapşırıqlardan sonra şagirdlərə refleksiya etdirməyimiz lazımdır. İndi burada hər bir düşüncə tərzinin, hər bir 21-ci əsr bacarığının inkişaf elətdirmək üçün tapşırıqlar, məşğələlər ki, ingilis dili siniflərində bunları edə bilərsiniz. Onları sizə təqdim eləyəcəm. Məsəl üçün şagirdlər suallar hazırlaya bilər. Mövzunu siz göstərirsiniz, mövzunu keçməzdən əvvəl onları düşündürürsünüz. Suallar verirlər. Kömək üçün sual başlıqları verə bilərsiniz. Why, how, what if, yəni nə üçün, necə, əgər. Hə qızım. Nasıl sağda? Orta şkafda. Şagirdlər mövzuya dair dərin suallar hazırlayır. Şagirdin sual verməyi çox önəmlidir, müəllimlər. Onları da bu tədqiqata təşviq edir şagirdləri. Inquiry deyirik ingiliscə. Inquiry based learning keçən təlimimizin mövzusu idi. Şagirdlər sual verdikdə daha yaxşı öyrənirlər. Çünki daha sonra öz suallarının cavabını axtarırlar. Onlara maraqlı gəlir. Onlar əvvəl düşünür, biz onları düşündürürük. Sonra öz suallarına cavab axtarırlar və öyrəndikləri bilgi onlar üçün daha dəyərli olur. Çünki özləri sual verir, özləri əziyyət çəkir, tapır cavabları. Birinci məşğələmiz sual vermək. İkincisi problem based task. Yəni real həyat problemləri, ssenarilər verə bilərsiniz. Və ya, onlar da ya fərdi şəkildə, ya da qrup halında o problemin həll yollarını axtarırlar. Yenə 21-ci əsr bacarığı inkişaf edir. Çünki onlar critical thinking edir, tənqidi düşünmə həyata keçirirlər. Çox önəmlidir. Yəni şagirdlərimizin gənc beyni üçün bu çox önəmli bir aktivitidir, məşğələdir. Sonra fakt və fikir. Şagirdlər faktlarla fikri ayırd etməlidir. Yəni facts versus opinions. Biri var real faktdır, bunu dəyişmək olmaz. Bir də var opinion, bu kiminsə fikridir. İnsanlar bəzən opinion üzərində dava edir ki, səhvdir, səhvdir. Amma onlar anlamalıdır ki, şagirdlər, opinion sadəcə fikirdir, kiminsə fikridir və kiminsə fikri sənə görə yanlış ola bilər, amma başqasına görə doğru ola bilər. Ona görə faktlar həmişə doğrudur, amma fikirlərdə doğru-yanlış axtarmaq olmaz. Onlar kiməsə görə doğru, kiməsə görə yanlışdır. Və bunu ayırd etdikdə əslində dünyamızda da mübahisələr azalar. İnsanlar başa düşər ki, insanların fikri müxtəlif ola bilər, amma biz buna hörmət eləməliyik. Fakt dəyişməz, amma fikirlər dəyişər. Başqa bir məşğələ, hansı ki, tənqidi təfəkkür inkişaf elətdirir, sübut tap. Find evidence, ingilis dil müəllimləri üçün tərcüməsində deyirəm. Yəni, bəzi fikirlər irəli sürə bilərsiniz. Tekst mətni verirsiniz, bəzi ifadələr qoyursunuz və şagirdə tapşırırsınız ki, bu ifadələrin sübutunu tap, yəni doğru olub olmadığını mətndən tap. Yenə onlar tənqidi təfəkkür istifadə edərək bu tapşırığı yerinə yetirəcəklər. İndi isə keçək yaradıcılığın inkişafı üçün olan tapşırıqlara.
Alternative ending, bayaq demişdim, yaradıcılığı inkişaf etdirmək üçün mətnin, hekayənin fərqli sonluğunu yaz. Məsələn, Qırmızı Papaq nağılına fərqli sonluq yaz. Bu çox gözəl fikirlər gəlir şagirdlər. Üzr istəyirəm, şagirdlərdən çox maraqlı fikirləri olur və onların yaradıcılığı burada inkişaf edir. Bu cür tapşırıq verə bilərsiniz. Visual representation, yəni müəyyən bir mövzunu şəkillə, posterlə və ya xəritə ilə izah et. Keçən təlimimizdə mən belə bir tapşırıq vermişdim müəllimlərə. Inquiry based learning idi təlimimiz, dediyim kimi. Demişdim ki, düşünün ki, inquiry yəni tədqiqat bir metaforadır. Sinifdə onu təsvir edin. Birisi puzzle çəkmişdi ki, tədqiqatda, yəni puzzle'dır. Şagirdlər puzzle-ı birləşdirir, suala cavab tapır. Bir nəfər şeyə bənzətmişdi, dirijor müəllimdir. Şagirdlər isə tədqiqatçılardır, ifaçılardır. Belə bir vizualla göstərmişdi. Bunun kimi bu da şagirddə yaradıcılığı inkişaf elətdirir. Mövzunu necə anladığını bizə göstərir. Deyək ki, mövzumuz paxıllıqdır. Deyirsiniz ki, paxıllığı təsvir et. Onlar onu artıq beynindəkini, necə deyim, vərəqə tökürlər və biz onların düşüncəsini vizual olaraq görə bilirik. Bunu kimisi çox mükəmməl şəkildə eləyəcək, kimisi orta, kimisi zəif. Bu da onların yaradıcılıq qabiliyyətini göstərir. Bu tapşırığı təkrar-təkrar verdikdə ola bilər ki, o zəif eləyən bir müddət sonra çox gözəl vizuallar yaradacaq. Demək ki, yaradıcılığı inkişaf eləyir. Üçüncü ola bilər ki, tapşırarsınız ki, şagirdə sloqan yaratsın. Mövzu üçün kreativ şüar yaratsın. Sloqan şüardır. Bu da ondan yenə mövzunu onlar tam başa düşməlidir ki, şüar yarada bilsinlər. O zaman onlar cəhd eləyəcək ki, mövzunu tam anlasınlar ki, o şüarı yaradıb sizə təqdim etsinlər. Və ya rollu oyunlar, role play, fərqli rollarda mövzuya baxış. Bu da bilirsiniz, yəqin ki, dərslərinizdə istifadə edirsiniz. Rollu oyunlarda şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf elətdirir. Əməkdaşlığın inkişafı üçün nələr eləyə bilərik ingilis dili siniflərimizdə? Hətta bunu nəinki ingilis dili hər bir sinifdə, hər bir fəndə tətbiq edə bilərsiniz. Think, pair, share aktivitimiz var. Heç vaxt gözləməyin ki, şagirdlər, heç vaxt 1-2 şagirdlə işləməyin müəllimlər. Elə müəllim var, aktiv şagirdləri danışdırır, qalanları passiv qalır orada. Şərt o deyil ki, danışsın. Şagirdin dərsdə inkişafı yazı ilə də ola bilər, cütlüklərlə işlə də ola bilər. Ona görə mövzunu verdiniz, onlara deyin ki, indi cütlüklərdə, ya deyin ki, sağınızda oturanla müzakirə et, ya solunda oturanla müzakirə et. Bu halda hər bir şagird iştirak eləyəcək. Bunlardan biri gördüyümüz Think, Pair, Share aktivitesidir. Digər aktivitimiz Jigsaw aktiviti. Burada hər şagird mövzunun bir hissəsinə cavab verdi. Necə, məsələn, mən bir hekayə keçirdim. Hekayə uzun idi, 14 səhifə idi. Və bunu biz bir dərsdə bitirə bilməzdik. Onu böldüm mən hissələrə, qruplara böldüm. Hər qrup bir hissəni oxudu və sonra dərsin sonunda dairədə oturduq. Hər qrup öz hissəsini, qısaca xülasəsini paylaşdı. Beləcə bütün sinif hekayənin nədən bəhs elədiyini bilmiş oldu. Çünki bir-birlərindən öyrəndi. Jigsaw budur. Üzr istəyirəm. Üçüncü group decision making. Qrup ortaq qərara gəlməlidir. Yenə tapşırıq verirsiniz. Birgə əməkdaşlıq edərək ortaq qərara gəlirlər. Məsələn, bu adi bir şey ola bilər. Onların sırf əməkdaşlığını inkişaf etdirmək üçün nə edə bilərsiniz? Kağız parça hissələri və ya müxtəlif materiallar qoyursunuz sinifə. Deyirsiniz ki, hər qrup ən hündür qalanı düzəltsin. Heç bir yapışqan və s. olmadan. Onlar artıq burada decision making, qərar qəbul etmə, əməkdaşlıq, yaradıcılıq hər birini ortaya qoyaraq hər kəs öz hündür qalasını düzəltməyə çalışır. Və sonda onlar bunu anlayır ki, əslində birgə işləyərək çox şey əldə etmək olar. Yəni məqsədimiz onlara bunu anlatmaqdır. Tək başına bir insan onu edə bilməz, amma birlikdə hərənin bir fikri ilə, bir də görürdüm ki, mən siniflərdə bunu eləyirəm, patoloqa çatan qalalar düzəldiblər bir-birlərinə ideya verərək. Və bir başqa aktivitimiz team roles, komandada rollar. Hər zaman
Qrup işində bunları edə bilərsiniz. Bir nəfəri lider qoyun. Liderə tapşırın ki, sən qrupa nəzarət et ki, hər kəs aktivdir, hər kəs iştirak edir. Yazan qeyd eləsin, kim nə elədi, report versin də, sizə raport versin. Bir nəfər sonda qrupun işini təqdim etsin. Hamısı danışmaya bilər. Bir nəfər seçsinlər, o təqdim etsin. Bir nəfər timekeeper ola bilər, vaxtda nəzarət eləyə bilər. Bu həm şagirdlərimizə məsuliyyət yükləyir, onların məsuliyyətli edir, həm də ki, birlikdə işləyirlər və qrup işiniz daha intizamlı baş tutur. Esra, qapını bağla da qızım. Okay. Axırıncı 21-ci əsr bacarığımız ünsiyyət. Sinifdə ünsiyyəti necə inkişaf etdirə bilərik? İngilis dil dərslərində xüsusilə one minute speech tapşırığı var. Şagirdə deyir ki, bir dəqiqə içində dayanmadan, tələsmək demək deyil bu, yavaş-yavaş da ola bilər, amma dayanmadan fikrini ifadə et. Çünki çox vaxt baxırıq ki, qırılır şagird, çox danışa bilmir. Amma bunu hər dəfə məşq eləyə-eləyə inkişaf elətdirə bilər ünsiyyət bacarığını. Başqa bir tapşırıq email message writing. Şagird real vəziyyətə uyğun yazı yazır. Bunu da öyrətməliyik şagirdlərimizə, çünki bu 21-ci əsr bacarığıdır. Bilirik ki, artıq hər yerdə emaildən istifadə olunur. Adi işə başvuranda belə, işə müraciət edəndə də email yazırıq, CV yazırıq, cover letter deyilir, məktub yazırıq ki, nə üçün mən bu iş üçün münasib namizədəm. Bunların hamısını öyrətməliyik ki, şagirdlərimiz real dünyaya hazırlaşsın. Üçüncü communication debate'dir, debat, diskussiya, razı deyiləm, razıyam, səbəbi nədir, bunları yəni ifadə etmək çox vacibdir. Şagirdlərimizə öz fikrini bildirmək və fikrini əsaslandırmaq, nəyə görə belə düşünürəm, bunu bildirmək. Bu da onların ünsiyyət qabiliyyətini artırır və active listening task da aktiv olaraq dinləmə, videolar təqdim edə bilərsiniz və ya sadəcə səs yazısı. Şagirdlər öz fikirlərini qeyd edirlər. Onlara aid suallar qoya bilərsiniz, suallara cavab verirlər. Bu, beləliklə, ünsiyyət qabiliyyətləri inkişaf edir. Çox danışdım. İndi növbə sizindir. Qrup işimizi təqdim edirəm. Sizləri qrupa böləcəm. Baxın, görün mənə o ixtiyar verilibmi? Qrupa bölmək. Görə bilmirəm. Zəhmət olmasa məni host edin ki, mən sinifləri mən iştirakçıları qrupa bölə bilim. Aha, indi əziz müəllimlər, biz qruplarda işləyəcəyik. Oy, bir dəqiqə. Hə. Deməli, sizə bir slayd göndərəcəm, Google slayd göndərəcəm. Bu Google slaydı elə qurmuşam ki, hər biriniz üzərində işləyib onu dəyişə bilərsiniz. Sizi, baxın neçə nəfərik? 13 nəfər. 3-4 qrupa böləcəm və sizi Zoom atacaq o qruplara. Hər qrupda sizin tapşırığınız olacaq. Məsələn, siz qrup 1-sizsə, sizin öz tapşırığınız olacaq. Qrup 2-nin öz tapşırığı. Slayd budur. Göstərim sizə, sonra göndərəcəm sizə. Birinci otaqdakı qrup iştirakçılarından 21-ci əsr qabiliyyəti bacarığı critical thinking, yəni tənqidi düşünmə. Tapşırıq hamıda eynidir, mövzu. Mövzu hamıda budur. Məktəblərdə telefonlardan istifadə edilməlidir. Deyək ki, dərsimizin mövzusu budur. Telefon sinifdə olar ya olmaz. Bu qrup istəyir ki, şagirdlərinin tənqidi təfəkkürü inkişaf eləsin. Elə bir tapşırıq hazırlayın ki, şagirdlərinizin tənqidi təfəkkürü inkişaf eləsin. Yəni, sizin tapşırığınız odur ki, elə bir tapşırıq qurun ki, sizin şagirdlər bu mövzuda işləyərkən tənqidi təfəkkürü inkişaf elətdirsin. 10 dəqiqə vaxtınız var. Vaxt bitdikdən sonra bir nəfəri aranızda seçin ki, təqdim eləsin işinizi bütün qrupa. İkinci qrupun mövzusu yenə eynidir. Məktəblərdə telefonlardan istifadə edilməlidirmi? Siz şagirdlərinizə bu mövzuda elə bir tapşırıq hazırlamalısınız ki, onların yaradıcılıq qabiliyyəti inkişaf eləsin. Yenə 10 dəqiqə vaxtınız var. Bir nəfər seçin ki, təqdim eləsin. Üçüncü qrupda yenə mövzu eynidir. Məktəblərdə telefon istifadəsi və sizin tapşırıq şagirdlərdə collaboration, əməkdaşlığı inkişaf elətdirməlidir. Dördüncü qrupumuzun tapşırığı oxşardır, mövzu eynidir, məktəblərdə telefon və elə bir tapşırıq qurun ki,
şagirdlərin ünsiyyət bacarığı inkişaf eləsin. Tapşırığı necə qurursunuz? Ümumiyyətlə elə qaralayın ki, yəni bu tapşırıqda şagird bunu eləyəcək, bunu eləyəcək, bunu elədiyi üçün ünsiyyət bacarığı inkişaf edəcək. Getdi. Başqa bir şey sizdən gözlənilmir. Tapşırıq aydındır, müəllimlər. Mən indi linki göndərirəm çata. Çatda çoxlu mesajlarımız var. Baxım görüm mən heç nə itirməmişəm ki. Çox sağ olun Mətin bəy, rəyiniz üçün. Açarsınız. Təşəkkür edirəm rəyləriniz üçün. Ümid edirəm ki, xoşunuza gəlir təlim. İndi atdığım linkdə bitmədi ha təlimimiz. Təşəkkürlər üçün mən də təşəkkür edirəm. Hələ davam edirik. Əsas məsələ indi siz işləyirsiniz. Bayaqda mən danışıram, indi siz işləyəcəksiniz, mən baxacağam. Deməli, bu linkə daxil olanda görəcəksiniz ki, orada slaytlar var. İndi mən sizi qrupa böləcəm. Hər kəs öz qrupunda olan müəllimlərlə danışıb, müzakirə edib tapşırığını yerinə yetirəcək. Xədicə xanım, bir daha təkrar edirəm. Çox xahiş edirəm, məni qrupun çatın admini edin ki, mən qrupa bölə bilim. Hal-hazırda bunu edə bilmirəm. Deyəsən, mən xanıma zəng edim. Deyəsən, məni eşitmir. Günel xanım, mən sizə adını etmişəm. Bəs mən niyə görmürəm breakout room-u, Xədicə xanım? Burada çıxmalıdır ki, Zoom breakout rooms. Aha, tamam. Üzürlü sayın çıxdı, bəli. Okey, 31 nəfər, maşallah. Aktiv iştirak eləyir bunlar hamısı, Xədicə xanım. Qrupa böləcəm, bəzən qrupda adam olur, amma işləmir, ona görə deyirəm. Okey, mən sizi 5 qrupa bölürəm, əziz iştirakçılar. Zoom sizi özü böləcək. Yəni, mən onu seçmirəm kim kimdən olsun. Zoom özü sizi avtomatik böləcək. Və qruplarda mən hər bir qrupa daxil olub bir daha sizə təkrarlayacağım. Şərtləri izah edəcəm. Hələ ki slaytı açırsınız chatdakı və hansı qrupa düşmüsünüzsə baxın. Room 1-dəsinizsə deməli siz qrup 1-siz. Oradakı tapşırığı oxuyun və müzakirə edin, tapşırığı yerinə yetirin. Tamam, yaxşı.
Əziz müəllimlər, mənə deyildi ki, qrupda işləmək istəmirsiniz. Əslində buna çox təəssüf edirəm. Çünki qrup işi real mühitdə işləmək sizə daha çox tapşırıq başa düşməyə kömək edir. Düşünün ki, siz də sinifinizdə tapşırıq verirsiniz və şagirdləriniz işləmir. Yəni bu belə bir təəssüf hissidir məndə. Problem deyil, amma mən həmişə təlimlərimi bu cür interaktiv qururam. Mən mühazirəmi edirəm və sonra real mühitdə bunu məşq edirik, tətbiq edirik. Çünki ən gözəl öyrənmə budur. Tətbiq edərək. Nəysə, problem deyil. Biz davam edək. Mən sonlandıracağam indi təlimi. Qrup işini ləğv elədik. Əsas olsun, ki, sizin ürəyinizcə olsun. Yaxşı, sonda bir cümlə ilə istəyərəm ki, refleksiya edəsiniz. Mən elə bilirdim ki, mən öyrəndim ki. İngiliscə bu belədir. I used to think, I learned. Yəni bu mövzuda 21-ci əsr bacarıqları barədə nə düşünürdünüz əvvəl və nə öyrəndiniz? Qısaca çata yazsaz çox sevinərəm, çox minnətdar olaram sizə. Tamam Mahirə xanım, problem deyil. Narahat olmayın. Qayıtdıq əsas otağa. Burada refleksiyamızı edək, təlimimizi yavaş-yavaş yekunlaşdıraq. Ümumiyyətlə 4C skills eşitməmişdim. Bu ilki oldu. Təşəkkürlər, sayənizdə öyrəndim. Çox xoşdur İlker xanım. Nə gözəl ki, yeni bir şey sizin üçün paylaşa bildim. Eybi yox, Gövhər xanım, narahat olmayın. Ucu bağladım qruplara. Deyildi ki, qrupda işləmək istəmir müəllimlər. Mən də bağladım. Sadəcə bir cümlə ilə yazın. Nə öyrəndiniz? Necə düşünürdünüz? Nə öyrəndiniz? Mən ingiliscə keçirəm adətən mətin təlimləri. Ona görə əslində Azərbaycanca biraz çətinlik çəkirəm. Çünki 15 ildən çoxdur ingiliscə dərs keçirəm və ingiliscə təlimlər keçirəm. Öz dilimizi sevirəm, ancaq daim məşğul olduğum dil ingiliscə olduğu üçün ingiliscə daha yaxşı ifadə edirəm özümü. Gələcək üçün mənim təlimlərim var. Next Level Academy-nin səhifəsini izləyin. İngiliscə təlimlərimiz də olur. Qoşula bilərsiniz. Hər şey üçün təşəkkürlər Minaya xanım. Çox sağ olun Minaya xanım. Mən sizə təşəkkür edirəm. Gövhər xanım, mən sizə təşəkkür edirəm. Mən elə bilirdim, bilirəm, öyrəndim ki, heç də bilmirəm. Ya, elə deyil Aytəkin xanım. Əminəm ki, siz də çox-çox bilikli müəlliməsiz. Mənim də sizdən öyrənəcəyim çox şey var. Çox gözəl idi, təşəkkürlər. Mən sizə təşəkkür edirəm. İngiliscə adları öyrəndim. Hı -hı. İlk dəfə də işlədim, çox xeyirli oldu. Nə gözəl. Ümid edirəm ki, həqiqətən faydalı oldu. Maraqlı təlim oldu. Çox sağ olun, çox sağ olun. Mən təşəkkür edirəm sizə. Next level-ı deyirsiniz, Mətin bəy, yazaram indi. Mənim öz kursumdur. Həm də Avropa Azərbaycan Məktəbinin rəhbərliyi tərəfindən də dəstəklənir. Mr. Francesco Banchini tərəfindən. İstəyim dili Azərbaycan dilinə çevirim. İngilis dilinə daha doğrusu. Əlaqədə qoydum. Xədicə xanım, yəqin ki, bir problem yoxdur, bir etiraz olmaz. Nömrəmi və səhifəmi də qoydum. Təşəkkürlər, faydalı oldu. Çox sağ olun, sizi tanımaq təşəkkürlər. Çox sağ olun, Nayrə xanım, mənə də xoş oldu. Çox gözəl günahın və sevginin nəslini təşkilatına uyğunlaşdırılmalıdır. Texnologiyanın inkişafında olduğu və hər şey texnologiyaya bağlı olduğu üçün indiki nəsli nəyəsə maraqlandırmaq çətindir. Bu səbəbdən əlimizdə olan imkanlar daxilində bacarıqları uşaqların maraq dairəsi çərçivəsində təkmilləşdirə bilərik. Bəli, bəli. Fərqanə xanım, düzdür. Çox sağ olun rəyiniz üçün. Bəli, mən də Xədicə xanıma təşəkkür edirəm təşkilata görə, dəvətə görə. Gələcəkdə də inşallah əməkdaşlıq etmək üçün mən hazıram. Bu kollektivi çox sevdim, maşallah. Çox gözəl müəllimlər var burada. Ümid edirəm ki, gələcəkdə də birlikdə işləyərik.
Günel xanım, mən də sizə təşəkkür edirəm. Dəvətimi qəbul edib gəldiyiniz üçün minnətdaram. Çox sağ olun. İştirakçıların da hər birinə iştirakı üçün təşəkkür edirəm. Minnətdaram. Oldu. Yekunlaşdıra bilərsiniz Hacı xanım. Çox sağ olun. Əlavə sualınız yoxdursa yekunlaşdırıram. Təlim gecəniz xeyrə qalsın. Axşamınız xeyir. Açar sözü deməliyiz Xədicə xanım. Açıq sözü çatda qeyd etdim. Hər kəs kopyalasın.